arvatlar verə, bu yaşda arvat sürən görmüşəm mən. Hə, bir dənə deyil özdə. Var arvatlar ki, o yaşdadır, skuter sürürlər. İşə zədə gedəndə yaxşıdır da, burada saxla maşını. Çox yaxşıdır, hə. Belə baxanda rahat şeydir. Yəni, külək vurur da. məndə küləkdə, yağışda əl vermir, amma belə baxanda çox əl verirsən. Maşın istifadə edirsən, bir şey eləmirsən, sürətdəki ən qədər. Təyinatı üzrə sürülür də, normal sürürsə yaxşı şeydir. Amma belə cavanların əlinə axmaq uşaqlar onu sürətlə sürürlər, təhlükədir başdan ayağa. Başdan ayağa təhlükədir. O gün burada elə bu yolda idi desin. Motosikleti vurmuşdu maşın. Onlar da hardan oldu keçirlər. Yox, da buralarda ya. Yox. Mən düz getsəm olar, görürsən, sağ şeyinə gedək, yenə yuxarına gedək. Yuxarılarda çoxdur da. Düz olar, ancaq saxlamaq problemdir də, o düz mərkəzdir. Hə, onda elə əvvəlki kimi gedək yuxarına. Oralarda var, o bir də gül almışdır, oralarda da. Hə. 9'ların altında, burada oralarda dönən yerdə bir də var. Yazımda da böyle geçsən, sonra dönürsən. Hə. Orada da var. Dönüşdə. Burası bu dönüşdə, buradadır. Ama buralarda düşmür hatta. Ne kadar avtobus yok. Sonra değil avtobuslar yoktu. Gel bizlenirler orada. İşlemirler oralarda. Otururlar birbirine signal verirler. Endi getdim. Hə, adam var, yox, nə deyir, hamısını deyirlər bir-birinə. 45 dəqiqəyə yaxın o gün mən 149-u gözləmişdim. Burada mən necə saxlayayım istəyirsən, hə? 2 aptek var. Burada saxlayabilirsən. Hə. Düşün. Hə. Yapacak tez her şey var. Doğruları saklayın bu apteki. Ne yazdığını başa düşür. Onlar ne yazıblar başa düşür. Bir kim yazıb, bir an da skor olmuş yazıb. Baxır. Axıra bildi düz verdi, yoxsa oxşatdı ayrısın? Dedim ki düz şeyliyir də, deyir düzdür. Prosta vitamin C bilməm, 20 niyə yazır? Deyirəm ya bəlkə 20 millilik olmalıdır hamısı bir yerdə də, yəni qabı elə tutmalıdır. Şprisdə 20 millilik şpris lazım. Deyir ki baxır, yox onsuz onu veririk də, bu 20 niyə yazır orada? Onsuz onu veririk. Nə demiş? Verdi də. Dedim, deyib 3 dənəsi ən azı gedir. Dedim, verin 3 dənəsini gedir. Necə bilirsiniz elə? Dalar da. Ucuz şeylərdir. Hamısına 4 manat nə veririk? Hə də. Hələ baha deyil.
gün çıxsam ot töküləcək. Hə. Hələ də isti olmaz ya. Maşında ya, maşında. Hə, maşın hə. Gün çıxan kimi isti olur. İşte buradan şu şekilde Pransikana. Hə, gedəydim. Bura sıxılır. Bazar mazarın qabaq bir şey olmaz ki, yox. Nə bilim, hələ olur. Svetofor zadı var da, hamısı. Düz gəlir. Ha, o gün də mən elə oradan gələndə düz orayla gəldim. Sən niyə elə sıxsa, heç nə yoxdur. Normal gəldim. Meydana düşür də buradan. Ha, Pransikaya. Ha, geri oraya gitmək olardı. Oradan gedəndə sağa dönəmək olur. Buranın biraz şeydir. Kesin də aynen lazımdır, buraya gitmişdim. İndi bir yan lazımdır, bura gedirəm. Yadımda qalıb. Mən yadını salacaqdım, evimin yəni. Ev ya. Bilirsin. Deyil nədir bu? Sür də yolunda düzdür. Sənə sataşmıram, bir şey eləmirəm. Nə axmaq adamlardılar ya. Sonra durmuş. Ha, buradan bir qəşə rahat yol var da bu yana. İsti oldu. Yəni gün görən kimi, bir damcı gün çıxan kimi bir damcı bəs eləyir. O şəkildə sotəli deyildi ya. Yox, Ejildə biz cavan idik yəqin ona görə. Hər halda elə deyildi, çünki o hər yanına hava buraxırdı o. Çünki Jigulin məsələn Yeşkanın arasına gedir, Jigulin satıb Yeşka aldım da mən. Mən Yeşkada bir günləri xəstələnmişdim. Dedim şüşəni açmayacağım, evə kimi şüşənə gəlib o tərliyim də. Necə mənə isti oldusa, necə isti idisə, şüşəni açmışam, asfaltdan ağzıma od girir. Heç yerdən hava gəlmir, kipdi maşın. Şüşə açmışam, hava gəlmir içəri. Onda gördüm ki, sən demişsin, Jiguldə belə şey olur. Jiguli nazikdir ya, bu biraz Benzili tez soyuyurdu isti olsa da. şimal üçün də nəzərdə tutur, yəqin ki. Bütün günü o sözü deyib, buyurun keçin. Axmaqdılar da valla, türklərdən gizbəsəsizlər, nə var axmaq şeylər, onlar gətirib burada tədbiq Bu iş edirlər. yerləri, şoferlər də, bir sənə gündədilər. Hələ o gün mən bu maşınlara minəndə arvadlar dedi ki, bu həmən şofer aparmır bizi. Nə dedim, görürsən kimi. Demək, keçən dəfə nə bilim, köfələrin arasındasa bir qoca adam olur, yaşlı da verir. İçkili olur. Aparıb köhnə güneşliyor. Şey aparmaqdan, Xəzər aparmaqdan aparıb köhnə güneşliyə. Arvadlar yazırlar, neyəsin də, soruşur. Kim aparacaq? Oğlan dedi ki, qovduq onu getdi. Deyir, bir dəfə deyil, neçə dəfə oldu, bu şey deyil. Bardaqxana da burada. Qazetlər. Yox, burada görsən sıxlıq olur sıramı. Mən dedim, yəqin iş olmayacaq. Bazarlar istəyir də, cəmaat hansı bazarı. Bazar deyil bura hələ.
Yəni bazarın yolu hamısı şey dal və kanatdır. Mən də. Hamısı alver yerləridir. Biz beyan bura gələndə təkcə bazara gəlmirik, gəlik o bir dükanlara lüksüzü axtarırdıq. Dolu da yolun qırağı hamısı bazar dükanları. Bazara yerləşən qıraqlarına doldururlar. Ora buradan uzundur yolu, o birlər. Amma mənə elə gəlir ki, ora buradan tez olur. Tez olmasa ən azı rahat olur. Prosta oranın da yolları yaxşı deyil da, profil yolun belə dərə təpəsi çoxdur. Bura kimi gəldi, buradan birdən beyninə düşdü ki, mən dönməliyəm sağa. Yemiş qarpız da dolubdur dükanlara. Qarpız yaxşı deyil. Yaxşı olar da. Tüpədən təmiz. Yox, qarpızın da vaxtı deyil axı. Həm də vaxtı deyil. Yaxşı qarpız o belə fısıranda da qarpız isə bütün toksinləri qoyur. Qarpız? Bəs mən ona qarpızdan qorxum, qarpızdan zəhərlənirlər, necə olur o? O indi zəhərlənmə xarab olur da elə biləsən. Köhnə şey oldu, kesib koyurlar. Yaxşı qarpızdan zəhərlənmə olmur. Sadəcə belədir. Avtobus yolu boşdur. Edirli avtobus yolu. Bu sürətlə maşın sözünə gedirdi. Maşınlar başları belə gedirdi. İndi yol boşdur deyə maşın qoyub üstünə. Mavi avtobus gəlir də belə o sürətlə gəlir. Mən də şəhərin içində işləyənlər üçün yaxşıdır. Çox yaxşıdır, hə. Biləcərdən, Sultəpədən gəlirlər ondan, əl verir özləri, əməli başda şey eləyir. Yəni Biləcərdən, Sultəpədən, Xırdalandan, Masazırdan şəhərə gələn orta sürəti heç 30-a çatmır. Bu da sürür də, 30-35 sürür də. Orta sürət elə bunda 30-a da olur da. Demirsən, bax biz indi evdən çıxmışıq. Bizim orta sürətimiz 17 kilometr. Görürsən? Hansı ki, arada bir 60-dan yuxarı da qaldıra bilmişiksə, sıranı orta sürət verib 17 kilometr. Rasxod 15 kilometr, 15 litr, 15,2 litr hər 100-ə.
Yarım 27 dəqiqə 7 kilometr yol gəlmişik. Bazarın qabağı doludur yəni. O da bazar eləyik. Bazar da əsas idi. Amma ümumiyyətlə bu küçə gündüz demək belə olur da. Mən gələm o yol seçmişəm amma ilk dəfə boş olur dedim bəlkə burada şey olar. Düşəndə elə belə dükana arası duşlar üçün baxdım. Mənim vaxtım yoxdur da. Tez-tez baxmağa orada harada gördüm. Gələndə yenə evdə baxım konkret yadımda olsun ki, nə alacam. Düşünməyim ondan ötürü ki, alım. Sabah qəsəbə gedəcəm deyir, burada baxaram. Sabah baxaram, axşam baxaram nə lazımdır, sabah qəsəbədən alım. Burada yaz var. Yaz deyəndə burada Bu dəmirdir buna deyil, burada bütün kola. Elə o birinci səsi var ya bu zvanokun birinci səsi. Ona oxşadı. Bəli də deyildi. Mən də deyirəm nədir o? Demədi. Maşınlar bütün günü burada dayanır. Çünki də yaxın uzaqda yaşayanlardır. Ən çox buranın işlədənlərindir. İşlədənlərin də hamısının maşını var, maşından gəlirlər, maşını götürüb gedirlər. Ardından mənim ağlıma gəldi, gəldim girdim bu yola, düz gedirdik də. Çatmışdı. Buradan dönmək oldu. Bilməm, olursa da orada elə bazarxanadır da, bax dönmək üçün dururlar da ora. Elə biləm çatıran Dakar meydanına, bura hələ bazardır. Bazardır, deyib var o şey. Qaraj.
bomboş olur diye baba bu. Adamlar giden. Görmüyorlar. Hastayım adamları. Geden de oradan gidersin. Ha da 100 var tabii da. Buraya gece yaratçılar.